Baş gicəllənmənin bu növü təhlükəlidir. İnsult zamanı olan baş gicəllənmə növünü tanımalısınız. Həmin vaxt insan nə hiss edir, necə başa düşə bilər ki, insult keçirir? Bu barədə danışmaq istəyirəm. İnsanların çoxu elə bilir ki, insult zamanı mütləq qol keyir, zəiflik olur ya da nitq pozulur. Amma bəzi insultlarda yalnızca baş gicəllənməsi olur. Xüsusilə arxa beyin, yəni beyincik və beyin kötüyü insultlarında baş gicəllənmə qəfil başlayır. Ayaq üstə durmaq çətinləşir, sanki yer sürüşür hissi yaranır. Fərqləri sayıram. Birinci, adi vertiqodan fərqli olaraq insult zamanı baş gicəllənmə dayanmadan davam edir. Saniyələrlə yox, saatlarla. İkinci, başını hərəkət etdirəndə baş gicəllənməsi artmır. Çünki bu daxili qulaqla yox, beyin mənşəli olduğunu göstərir. Üçüncü, insult zamanı baş gicəllənmə olan xəstələrin bəzisində heç bir ağrı olmur və təzyiq normal olur. Yəni öz-özünə keçər deyə gözləmək ən böyük səhvdir. Qırmızı siqnallar nələrdir bəs? Əgər baş gicəllənmə ilə yanaşı bunlardan biri varsa, 2 qat görmə, nitqdə yavaşlama, söz tapa bilməmə, dilin dolaşması, udqunmanın çətinləşməsi, koordinasiya pozğunluğu, bu artıq təcili olaraq nevroloqa get deməkdir. Çünki kəskin insult əlamətidir.